Herkese selam olsun. Bugün ayın 25'idir. Avqust ayının 25'i. Yenə mən yadımdan çıxdı. Bakıdan çıxanda çəkiliş eləməyə başlamadım. Hal-hazırda mən Xanobra Gömrük postuna az bir 20 kilometr qalmışam. İndi yadıma düşür çəkmək. Belə arada mən sələcarlıqlar eləyirəm. Məni üzrlü sayasınız. Zamanla yəqin ki düzələcək. Aslında Xudatda Food City deyilən bir yer var. Hansı ki Azərbaycanda yüklənən malları orada gömrük eləyirlər. Onun yanında da pit stop deyilən bir zapravka var. Mən yanacaq doldurma məntəqəsi var. Mən həmişə orada yanacaq doldururam. Yanacaqları doldurdum, bütün bakları polun ağzına qədər doldurdum. Yükümüz yüngül olduğu üçün, yəni Rusiyadan, Moskvadan çox da böyük litrajda salyaka almayayım deyə, dizel almayayım deyə dedim bütün bakları doldurum. Tranzit keçəndə buna da bir şey nəzərə çatdırım ki, əgər yükü siz Azərbaycandan yüklüyorsunuzsa, sizə salyaka, yəni dizel üçün 700 kilogram əlavə verilir. Yəni 700 kiloqramdan da polunu, bütün bakları doldura bilmirsiniz. Amma tranzit keçəndə isə sizə limit verilmir. Bütün bakları doldura bilərsiniz. Mən önce bütün bakları doldurdum. İndi rahatam. Mən Rusiyaya, Moskvaya gedib çatmağım falan, yəni polum mənim, dizelim var. Çox başınızı ağrıtmayım. Gömrüyə az qalmışam. Gedirəm gömrüyə, Xanobra Gömrük keçid məntəqəsindən keçəcəm. Oradan da keçdikdən sonra böyük ehtimalla mən çox yorğunam, böyük ehtimalla yatacağam. Gecə saat 3-də falan durub yoluma davam eləyərəm. Çalışacağım, gömrükdə çəkilişə konkret olaraq icazə verilmir. İndi neytral zonada batarsam çəkərəm. Yolumuz Moskvayadır. Allah bütün yolda olanların yolunu açıq eləsin. İnşallah ki, sağ-salamat, qəzasız, bəlasız aparıb yükü Moskvaya çatdırarıq. Çalışacağım yol boyu videolar çəkim. Mən çox gözəl editlər eləyə bilmirəm videoların üzərində. Bacardığım qədər eləyib paylaşıram. Yəqin ki, bəyənərsiniz. İnşallah dəhşət dərəcədə külək var. Özünüzdə müğayət olun. Yolçu yolunda gərək mən getdim. Gedirəm onsuz da. Deməli belə Azərbaycan gömrüyündən çıxdım. Azərbaycan ərazisindən çıxdım. Bura Rusiya ilə Azərbaycan arasında neytral zonadır. Buradan inşallah Rusiya gömrüyünə girəcəm. Oranın adı Tagirkent Kazmalyar Tamojna postudur. Oraya girək inşallah sağ-salamat oradan keçək. Çıxaq ucu biraz yol var. Onu sürüb ondan sonra yatacağım. Rusiya yazısını sizə göstərmək istəyirəm. Ona görə video biraz uzun alınır. İnşallah ki, bezmədən, sıxılmadan izləyəcəksiniz videonda. Xahiş edirəm like eləməyi, bəyənməyi, rəy yazmağı, komment yazmağı unutmayın. Rusiyanın ərazisidir bura. Burada çəkilişə icazə yoxdur. Salam. Dünən gömrükdən çıxandan sonra yorğun idim, sürmədim. Daha doğrusu sürdüm, gəldim, Dərbəndi keçdim, saxladım, yatdım. Səhər də durdum, oradan tərpənmişəm. İndi hal-hazırda Qoçubəydəyəm. Bura, belə deyim, Azərbaycanın bir də türk maşınlarının daha çox dayandığı yerdir Qoçubəy. Hamı burada istirahət edir də. Burada həm tualet, hamam, zapravka, nə bilim, yeməkxana, hər bir şey var. Stoyankası da böyüdü, genişdi. Ona görə çox adam burada saxlayır. Burada dincəlir. Yekə yerdir, çox yekə yerdir bura.
namaz kılmağa yer, her bir şey, her bir şərait var. Bunun arxasında bütün maşın saxlamaq üçün yerlərdir. Axşamınız xeyir olsun. Hələ ki yol gedirəm. Elistaya az qalmışam. Hava dəhşətli dərəcədə soyuyub. Yəni elə bil ki payız havasıdır. Sanki yay deyil. Temperatur hal-hazırda 15.5. Çox gözəl hava var. Yavaş-yavaş xırda-xırda gedirik. Baymax da küsüb məndən, üzünü döndərib. O mənim köhnə dostumdur. Mən tıra başladığım müddətdə mənim yanımdadır. Bütün nə qədər maşın dəyişmişsə, bütün maşınlarda o mənimlə bir yerdə olub. Ayrılmaz dostuq biz. Çox gözəl mənzərədir. Videodan çox da qəşəng görsənmir. Qabaqda buludlar rəngi bənövşəyidir. Yəqin biraz bilinir. Havanın belə soyuq olmağı mənə əslində sərf eləyir. Çünki hava soyuq olanda xaladenik rahat işləyir. Biri var 38 dərəcə istidə, plus 4-də işləsin, biri var ki 15 dərəcə istidə. Belə olması yaxşıdır. İnşallah görün bugün səhərə qədər yol sürməliyəm. Çalışacağım. Yol boyu belə videolar çəkim. Və yavaş, sakit danışmağa səbəb olur ki, yəni yol sürürəm. Şimdi yoldadır, sözləri düzgün eləyib tam deyə bilmirəm. Və inşallah şey eləyəcəm. İşə necə başlamışam, yəni bu rul arxasında necə oturmuşam, onu deyəcəm. Və nəzərinizə çatdırım ki, bu indi sürdüyüm maşın mənim ilk ruluna oturduğum, ilk oturub reysə getdiyim maşındır. 2020-ci il sentyabr ayı. Mən işə başlamışam, artıq 5 ildir demək olar. Bu haqda məlumat verəcəm, deyəcəm inşallah, danışacağım. Gözəl mənzərənin keyfini çıxarda işə necə başlamışam, ondan danışım sizə. Deməli, mən tır sürmək ümumiyyətlə mənim uşaqlıq arzum olub. Həmişə mən rayona gedəndə həsrətlə baxırdım o yol qırağında gedən tırlara ki, onlar bu cür böyük maşın necə sürürlər, necə gedirlər, necə gəlirlər. O vaxtdan həvəsim var idi. Elə bir vaxt yetişdi ki, 2020-ci il idi də, 2020-ci ildə maşınımı satdım, borclarım var, onları verdim. Maşından taksivatlıq eləyirdim də, başqa bir işim yox idi. Bir gün əmoğlunun servisində olanda bir tanış uşaq var, o da oradaydı. Nəsə adi söhbət açıldı ki, mənə dedi ki, bəs niyə işsizsən, bəs belə-belə. Mən dedim ki, maşın zaten satmışam da, ona görə iş yoxdur. İş tapa bilmirəm hələ ki. Dedi, niyə tır sürmürsən? Dedim, oğlu, yəni, tır sürmək mənim uşaqlıq xəyalımdır, amma yəni hələ ki qismət olmuyor. Dedi, bəs belə istəyirsən, mən sənə köməklik eləyim, düzqoş eləyim. O, sür, beynəlxalq yük daşımada işlə də, belə deyək. Doğru dildə desəm, beynəlxalq yük daşımada işlə. Birinci mən biraz düzün desəm, çəkindim, qorxdum. Amma sonra dedim ki, yəni nə var burada, bundan asan nə ola bilər mənim üçün, uşaqlıq xəyalım. Yəni elə bir insanlar necə sürür ki, onlar yəni sənin yanında, yəni maşın da cəhətdən, profesional cəhətdən istədilər. Yəni onları kiçiltmir amma prosta. Hər neysə, prava məktəbinə yazıldım, sürücülük məktəbinə yazıldım. Çünki məndə BS var idi, prinsip üçün, Y kategoriya yox idi məndə. Yazıldım, getdim dərslərə 145 gün.
Ondan sonra təlimlərə getdim. Təlim yenə dostum mənə öyrətdi sürməyi. Hə. Mən əslində elə mən demirəm uşaqlıq xəyalımdır da. Mən ona görə nə oyun var idi. Euro Truck Simulator. O $10 Steam'dən almışdım. Onu oynayırdım. Online oynayırdım. Xarici ölkədə oturan, yaşayan insanlarla. Dalqabaq hamımız tır sürürdü. Yük götürüb aparırdıq. Orada mən önce maşına dal-dala verməyə falan belə şey öyrənmişdim. İndi gülməyə gələ bilər, amma həqiqətən də beləsə öyrənmişdim. Vaxt qədər yetişdi, prava imtahanına keçdim, pravamı aldım. Oldu ki, bu qardaşdan xəbər çıxmadı da, yəni söz vermişdi, amma axıra qədər sözünü tutmadı deyə elə düşündüm. Ondan sonra bir gün sentyabr ayıydı, noyabr yox, sentyabr ayıydı. Mən də həmişə telefonumu səslə qoyub yatıram. Oyandım ki, bir 16-17 və bundan zəng gəlib mənə. İminoy bax bu tırla kimsə alma yükləyib və gedib onu deport ediblər. Rusiyadan deport ediblər. Maşın yüklü halda qalıb şeydə, gömrüyün ağzında, Samur keçid məntəqəsində gömrüyün ağzında qalıb. Mənə yolu ki, bəs maşın oradadır, gedib onu sürmək lazımdır, getmək lazımdır. Heç də. Getdiyi beşlərimi yığdıq, mənə düz apardı Samura qədər öz maşını ilə. Apardı Samura qədər, orada deməli maşını göstərdilər mənə, oturdum, bax bu maşın idi. Layını vurun, durası çıraqdır, görürsünüz, bax bu töyük idi, yəni bu maşın təzə gəlmiş, ilk reysi idi. Mənə göstərdilər, neçə temperatura getməlidir, hara gediləcək, mən Ufanın hara olduğunu bilmirdim, Ufaya getməliydim. Ufanın hara olduğunu bilmirdim, özümdə fikir ki, Ufa yəni Rusiyadır, yoxsa hələ mən bir də demişdim ki, mən Belarusiyada da gedmirəm, elə bildim Belarusiyada. Ufanın soyuq şəhər olduğunu da bilmirdim, sentyabr ayıdır, mən də qısa qol köynəkdə falan, yəni elə bir paltar yığmışam. Mənə də sağ olsun, o tanış uşaq mənə deməyib ki, qardaş, ora soyuq yerdir. Hər nəsə, mindim maşına, bir-iki kruq vurdum, əlimi yatdı maşına, ondan sonra gəldim gömrüyün qarşısından növbə gözləyirəm. Sağ olsun, fonda bir dənə musiqi qoşmuşam, uşağın flash kartını götürdüm, musiqi qoşmuşam, belalım oxuyur. Konkret olaraq yəni gözümdən yaş gəlirdi ki, yəni mən neynirəm, mən hara gedirəm, mən tanımıram, dil bilmirəm, rus dilində dana neti qalmıram da, heç də bilmirəm. Danışa bilmirəm da daha doğrusu, mən hara gedirəm, neyniyəcəm, necə olacaq bilmirəm. Neysə, Allaha təvəkkül getdi, növbəm çatdı, Azərbaycanın sənədləşməsi keçmək asandır. Çünki onsuz da Azərbaycan dilində danışırsan da, problem yoxdur o cəhətdən. Keçdik Rusa. Deməli, orada bəzi sənədlər var, Semer var, nə bilim, Invoice var, ST1 var, Dazvol var, nə bilim, çox sənədlər var. Bəziləri uşaqlar mənə göstərdilər orada şoferlər. İndi yaşlı nəsildə oturub orada bir 4-5 nəfər içəridə oturublar şoferlərdən. Yaxınlaşmışam ki, deyəm, bəs zəhmət olsun, mənə köməkli ilk reisimdir, bəs bu sənədlər nədir, mən kimə verəcəm, neyniyəcəm? Mənə qalib deyirlər ki, şeydir, və bilmirsən, niyə gəlmirsən, maşın sürürsən, niyə çıxırsan. Elə bil ki, bunlar hamısı anasının qarında öyrəniblər hamısını. Yəni, neysə, sağ olsun, orada bir dənə Arzu əmi var idi. Onunla tanış oldum orada. O mənə bütün sənədlərin hansılardır, necədir, nəcürdir, hamısını mənə öyrətdi. Deməli, sənədləşməni keçdik. Malı Rastamoşkaya girməlidir. Mən Rastamoşka yerini tanımıram. Mənə elə dolar yollarına başlarlar orada ki, yəni mən konkret elə bilirəm ki, Kənd Əhmədlinin içinə girəcəm, ara küçələrinə gedəcəm, elə bir yerdə Rastamoşkadır. Amma sən demə, elə düppələm düz gömrükdən çıxırsan 8-7-8 km sonra solunda viaduk deyilən gömrük var. Gömrük deyilən Rastamoşka yeri var. Çıxdıq oradan, sağ olsun, Arzu əmi mənə apardı öz arxasıca, girdik ora, sənədləri təqdim elədim, ora verdim. Vəssalam, oturdum, gözlədim. İndi işin elə bir ki, 20% həll oldu. Qalıb Ufaya getmək. Heç bir şey bilmirəm, hara gedəcəm, necə gedəcəm, nə tər eləyəcəm bilmirəm. Mənə də uşaq alanını aldat, gələ orada şey eləyəsən, nə bilim, belə bir monitor alassan, monitorda yük maşın xəritəsi olacaq, Ufaya arasına gedəcəksən. Amma heç də elə bir şey deyilmiş.
Axırı orada bir qardaşla tanış oldum. Hə, ad yadından çıxdı onun indi. Üzrlə saysın. Yəqin əgər görüb videonun qarşısında biləcək. Hələ də onun nömrəsi var məndə, ara sıra danışırıq. O sağ olsun bir şofer yoldaşı var idi. Ona nömrəsini verdi mənə, onunla danışdım. Dedi ki, sabah o gələcək bura, Gömrüyə gələcək Rastamoşkaya. O da Ufaya bazara gedir. Mən də sevinirəm. Prosta məsələ, ən əsas məsələ odur ki, mən həmin gömrükdən bu gün çıxmalıyam. Çıxandan sonra da qorxuram ki, sürməsəm bir də nəsə problem olar. Əslində heç bir şey olmamış. Qismətdən həmin gün qaldım. Sənədləşmə olmadı, buraxmadılar məni. Qaldım səhər üçünə. Əhəd dayı, Allah ona qəni-qəni rəhmət eləsin. Harsa bir 2 il yarımdır rəhmətə gedib. Əhəd dayı gəldi, günorta saat 1 olardı. Gəldi, girdi Viaduka, görüşdük, elədik. Qismətdən mən sənədlərim hazır oldu. Saat 5-ə qalmış. Yenə də narahatam ki, bəs mən çıxıb nə edəcəm? Özə Əhəd dayı hələ indi gəlib, yəqin sabah çıxacaq. Bir də gördüm Əhəd dayı da götürəcək, sənədlərini alıb gəlir. Onunla dal-qabaq getdik. Sağ olsun. Məni konkret yol boyu, yəni hər şeyi başsala apardı. Polisi, transportu, nədir, salyakana hardan vurmaq lazımdır, maşını necə sürmək lazımdır qənaət eləmək üçün, mal dağılmasın, hansı tənkəyə girmək lazımdır, hamısını mənə başsaldı. Və yol boyu elə getdi ki, mən heç Ufaya necə getdim, çatdım, heç bilmədim. Deməli, yolda balıq aldıq, kebab bişirdik, yəni çox yol adamıydı da, onun yenə yeri cənnət olsun. O mənə, yəni mənim müəllimim o olub. Əhəd dayı olub. O mənə öyrətdi. Getdim, çatdım Ufaya, nəysə saxladıq orada. Səhər ayıldım ki, qar yağır. Mən də qısa qol köynəkdə getmişəm, nə kurtkam var, nə bir şey. Xülasə, güclə bəlayla bir şeylər tapdım, aldım, elədim. Orada qismətdən alma get satıldı. 15 gün falan orada qaldım. Oradan sonra mən yükdən zaten anlayışım yoxdur. Bu maşın yiyəsində bir dənə maşını var idi, o da mənə vermiş. O mənə güvənir, mən ona güvənirəm. Yük barədə. Hər neysə, onda mənə dedilər ki, Kazanda yük olacaq. Get Kazana. Ufadan gəldim Kazana. Qardaş, Kazanda da heç bir şey. 15 gündə bir rahat orada qaldım. 15 gün, 10 gün zad orada qaldım. Ondan sonra dedilər ki, Rostovda yük var, ged Rostovdan yüklə. Əhəd dayıyla da yolda bu monitorun bazasından aldıq. Yəni sırf xəritə sualını. Prosta məni aldatdılar. Dedilər bu tır üçün yolları göstərir. Mən də onlara inandım. Sən demə tır üçün göstərmirmiş. Rostov yazdım, bastım, gedirəm. Məni salıb ara yollara, kənd yollarına, yaman gündə yollarına gedirəm. Axırı gəldim Don çayının üzərindən keçməyə, Bərə keçidə. Mən də Bərə keçidi nədir, necə olur, o barədə konkret olaraq anlayışım yoxdur. Bir də gördüm rasiyadan kimsə qışqırır ki, bəs maşını saxla və rus dilində. Hara gedirsən 5 tonludur o. Mən də indi 18 tondur, maşın boş olsa da 18 ton. 5 tonlu Bərə keçidə girirdim. Ürəyim partladı, qaldım ki, yəni sabah yükləmədə olmalıyam, mən çatmayacam. Tez internetdən, Play Store-dan Naviteli yüklədim xəritəni. 35 dollar verdim, Rusiya xəritəsini aldım. Oradan qoşdum, 320 kilometr yolum uzandı. Apardı məni körpünün üzərindən, Donçanın üzərindən keçirdi, təzən qaytardı Rostova, gəldim, çatdım ora, yükləmə yerinə. Orada bir dənə dayday var idi, gördüm mən rus dilində anlayışım yoxdur, sağ olsun. O vaxt bir dənə şey veriliş var idi, Polisides. Bəlkə adını səhv deyərəm, bir də yumru şey fırladırdılar. Kopya onun aparıcısına oxşuyurdu. Hər neysə, şey elədim, sənədlərimi götürdü, sağ olsun gəldim, məni çağırdı, yüklədim, çay yükləyirdim. Deyəsən test çayı idi, amma səhv deyə bilərəm, yadımda qalmayıb. Çıxdım oradan, gəldim. Tam müharibə başlayan ərəfəsində getmişdim mən. Deməli, gəldim, o vaxtı gömrükdə növbələr çox olurdu. Növbədə qaldı, Əhəd dayı ki, gəlib çatmışdı ora. Hamı, kimlərlə ki, bərabər keçməmişdi, hamısı oradaydı. Amma mən rovunu 42 yoxsa 44 günə gəldim, çatdım. Bir dənə o yadımdadır ki, mən Rusun gömrüyün içində olanda bizim cənab prezidentimiz qələbə sevincini bütün xalqa canlı yayımda deyirdi. Onda mən telefonda canlı yayımda ona baxırdım. Necə sevinirdim, yəni onu bir tək Allah bilir. Heç də gömrükdən çıxdım, Azərbaycandan çıxdım, məndə maşında bayraq var idi. Bayrağı taxta, o yer süpürən taxtalar olmur, uzun.
Bayrağı keçdim ona, bağladım bu güzgünün böğründən. Düz Bakıya. Mənim nə qədər insanlar Xudadda, Xatmazda, hamı əlində bayraqlarla çıxıb çöllərə. Nə bilim, həmin anda o qürur, sevinç, hissi hamısı qarışmış bir-birinə. Həm vətənə çatmağım, həm bizim qələbə qazanmağımız, həm də yəni torpaqlarımızın azad olmağı zadı, hamısının sevinci üst-üstə binmiş də yəni. Mən reisimi eləçinə Bakıya gəldim, çatdım, tamamladım. Amma heç yadımda qalmayıb. Mən o yükü hara apardım, boşaltdım. Necə oldu olan heç bir yadımda qalmayıb. Mənim ilk reisim belə olub. Belə biraz uzun oldu. İnşallah ki, yorulmadan sona qədər dinləyərsiniz. Heç nə yolçu yolunda gərək. Mən də sürürəm. Elistaya doğru gedirəm. Yəqin ki, bugün səhərə qədər çalışacağım sürüm. Çünki sabah axşam Moskvada olmaq istəyirəm. Yuxum yoxdur, polunu yatmışam, səhərə qədər böyük ehtimalla sürəcəm. Tambova qədər sürmək istəyirəm. Qismət olsa Tambova qədər sürəcəm. Sabahınız xeyir olsun. Bax, bu da tırcılığın görünməyən tərəfləri. Təkərlərin nə qədər yaxşı olur olsun, beşilə bilir. Görünmə boyda bir şey batıb bura. Təkərin bütün havası gedib. Yəqin ki, şurubdur bu, böyle bir şey. Təkər boşalıb, yenə yaxşıdır. Orta təkərdir. Yəni yola davam eləmək olar. Çünki yükümün tonnajı azdır. Gündə yavaş-yavaş doğur. Mən indi bu vaxtı hər saat 5-6-ya işləyib. Bu vaxtı mən hardan tapacam? İşinə montaj, təkərçi. Bilmirəm. Gecə səhərə qədər sürəcəm demişdim, sürə bilmədim. Saat 10'da falan yattım, 2'də durdum, tərpəndim. İndi Volgograd'ın çıxmışam, obyezdini, mənzərəyə baxıram. Buradan Food City'yə, Moskvaya, Rovunu 1000 kilometr qalıb. 1000 yox, 1000'dən də az qalıb. 970 falan belə qalıb. Bu akşam inşallah Food City Rastamoşkaya girərəm. Bir dənə prosa gedim, bu təkərini mütləq açıq bir şina montaj tapım, düzəltdirim. Çünki belə sürmək yaxşı deyil.
Yəqin ki, bura yağış yağıb. Bütün hər yer palçıqdır. Yer tapımı saxlayayım. Yer tapımında hər yer boşdur. Bunların hamısı boşdur. Sonra palçıq olmayan yer tapımında. Əslində tapdım. Oraya heç kim girməsə, mən saxlayacağım orada. Ev girdi ora. Mən də o birisində girərəm, onun yanındakına. Ev yoxdur. Axşamınız xeyir olsun. Mən artıq Food City'yə az qalmışam. Arısa 2 kilometr falan yol qalıb. Və videomuzu yavaş-yavaş yekunlaşdırırıq. Çünki İrandan yüklənmişdik. Onu Moskvaya gətirib çatdırmalıydım. Şükürlər olsun, sağ-salamat, problemsiz gətirdim, çatdırdım. Və yolda bir dəfə sadəcə təkər partladı. Təkər yamatdırdım. Başqa da problemimiz olmadı. Xaladelnik BMW sizin deyir. Xaladelnikdəki heç bir şey bir dəfə söndü. O da ona görə ki, İranda salyarka dizel yaxşı olmur. İçində xırda-xırda daşlar falan olur. Ona görə sertifikasını atıb təmizlədim. Düzəldi şükür. Şimdi biz gedək Rastamoşkaya. Sabah inşallah Rastamoşkadan çıxandan sonra Food City bazarına girəcəm. Orada klientin ambarının qarşısına qoyacağım maşını. Orada ona təhvil verəcəm. Və videonda, Moskva videosunda orada yekunlaşdıracağım. Çalışdığım qədər biraz tez-tez videolar paylaşacağım ki, bəzi gözəl kommentlər alıram ki, videoların davamını istəyirsiniz. İnşallah ki, daha da gözəl videolar çəkərəm. Çox az qalıb çatmağımıza. Yorğunçuluq var. Mən tam yorğun most ala bilməmişdim. Çünki İran məni çox yormuşdu. Yol boyunca yuxum gəldi elə 3 saat, 4 saat, 3 saat, 4 saat elə yata-yata gəlib çatmışam bura. Belə. Çatdım, Rastamoşkaya sənədlərimi verim, içəri girim, saxlayayım, yatım. Düzdür, acam, amma yeməyə halım yoxdur. Çox yorğunam. Yatmaq istəyirəm. Bu işin də ən pis cəhəti budur. İnsan fiziki yorulmur, zehni yorulur. Maşın sürmək kimi insanı yoran bir şey yoxdur. Bir dənə də əlavə bir video çəkəcəm. Food City, içəridə olan tır üçün olan aksesuarlar, satılan yerlər, mağazinə belə bir video çəkəcəm. Qısa bir 5 dəqiqə, 6-7 dəqiqə belə bir şey. Bura haqqında məlumat verəcəm sizə. Çünki burada inanmıram da çox adam burada olmuş olsun Azərbaycandan və yaxud da Türkiyədən və yaxud da hər hansı bir yerlərdən. Qarşınızda görsənən yer Food City'dir. İndi oradan girəcəm içəri. Çox böyük bir yerdir, yəni ağlınıza gəlməyəcək qədər böyük bir yerdir.
Ha, burada səhv dayanıb bu. Əslində mən orada dayanmalıydım. Gəlib özünü soxub qabağa dayanıb. Mən sağa dönürəm. Yolda təmir getdiyi üçün oradan mən dönməliyəm. Belə kadr mənim zənnimcə daha qəşəng düşür. Əlimdə tutmaqdansa pastavkanı qoymuşam yan şüşəyə. Belə çəkiş edirəm. Biraz uzun olur. Ondan sonra buralarını biraz tezləşdirəcəm. Siz yola baxacaqsınız. Sıra var. Və nəhayət gəldik, çatdıq. Hava çox soyuqdur. Hava çox soyuqdur, dəhşət. Mən mikrofonla gelmişəm, indi mənə. İndi bilmədim, səslər düşdü yoxsa yox, heyf. Usta. Как прям проехай и остановись. Парковщик подойдет, тебе покажет, куда ставить. Хорошо. Сам только не паркуйся. Xalaş. Ha, deyir düz git qabağa. Gözlə parkovşik gəlsin. O sənə deyir, yer bəy eləyəcəksən, öz başına heç ara saxlama. Hər yer bombalanmışdı onsuz da. Elə parkovşik hardadır. Axır gəldim, çatdım skladın qabağına. 2 gün Rastamoşkada qaldım. İndi girə bildim, skladın qabağına saxladım. Satış burada olacaq. Bu qədər. İnşallah videonu bugün paylaşaram. Bugün ayın 29'udur. Yəqin ki bugün videonu paylaşaram. Bəyənsəz sevinərəm. Bəyənib komment atmağı, paylaşmağı, abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın.